Salam əziz izləyicilər, mən bugün sizlərə güvən test toplusundan bakteriyalar bölməsinə aid olan 60-cı sualın izahını vermək istəyirəm. Sualda deyilir: əlverişli şəraitdə müəyyən sayda bakteriyaların, yəni ki biz başlanğıc bakteriyaların sayını bilmirik, elə məhz bizdən də onu soruşur. Bir saat ərzində maksimum sürətlə bölünməsi nəticəsində 64 bakteriya əmələ gəlibsə, başlanğıc bakteriyaların sayı neçə olar? Biz bilirik ki, əgər bakteriya maksimum sürətlə bölünürsə, deməli hər 20 dəqiqədən bir bölünəcək. Əgər minimum deyirsə, biz bunu yarım saat götürəcəyik. Bir saatda maksimum sürətlə bölünür. Hər 20 dəqiqədən bir bölünürsə, bir saatda da 3 dənə belə deyək də 20 dəqiqə var. Deməli, bu bakteriya 3 bölünməyə məruz qalacaq. Yazırıq 2 üstü 3 bölünmə. Başlanğıc bakteriyanın sayını bilmirəm. Vuraq x bərabərdir deyir, sayı 64 olub. Deməli, 3 dəfə bölünüb, başlanğıcın sayını bilmirəm və yekunda 64 dənə bakteriya əmələ gəlib. Gəlin buradan x-i tapaq. Deməli, bu edir 8x bərabərdir 64. X də bərabərdir 64 bölünsün 8-ə. X də bərabərdir 8. Deməli, biz buradan başlanğıc bakteriyaların sayını tapdıq 8.